Selamun Aleyküm ve Rahmetullah ve Berekatuhu. Değerli Müslümanlar, değerli bazı kardeşlerimiz, hoş gördük her birinizi. Bu güzel cüme gününde. Bu güzel cüme gününün xeyri, bereketi, fəziləti hamımızın üzerine olsun. Allah bu güzel günde ettiğimiz dualarımızı, ibadetlerimizi bizden kabul etsin. Bizler bu güzel günde bağışlasın, rəhm eləsin ve merhamet eləsin. Bugünkü cüme söhbətimiz səbir hakkında olacaktır. Səbir hakkında Kur'an-ı Kərimdə bir çox ayələrdə qeyd olunmuşdur. En məşhuru, İsa'nın tərəfindən daha çox bilinəni, oxunanı bu ayədir. Əl-Bəqərə surəsində Uca Allah buyurur: "Ya eyyuhellezine amenu ista'inu bis-sabri ve's-salah innallaha ma'as-sabirin." Ey iman gətirənlər, Allah'tan səbr etməklə və ibadətlə, duayla, namazla yardım isteyin. Şüphesiz ki Allah səbr edənlərlə birliktedir. Səbr edənlərin yanındadır. Peygamber Efendimiz Aleyhisselatü Vesselam da buyuruyor ki səbir ilk anda olan səbirdir. Yani başımıza bir bela, bir müsibət, hansı bir şey gelirse o anda ettiğimiz səbir sayılır ve o zaman Allah Azze ve Celle bize mükafatını tam olarak verecektir. Ondan bir müddet sonra 3 gün, 5 gün, 10 gün, 1 il, 40 gün sonra insan səbirməyə başlayırsa, bu zaman o səbrin mükafatını tam olarak alabilmir. Səbir bəla anında, müsibət anında, başa gelen o anda hadisə onda ettiğimiz səbirdir. Ümumiyyətlə İslam alimləri səbri 3 hissəyə, 3 növə ayırmışlardır. Birincisi səbir, bəli, bizim bildiğimiz bəla müsibətlərə qarşı olan səbirdir. Çünkü Allah Azze ve Celle Kur'an'da zaten buyurur: "Ellezine ize asabethum musibetun qalu inna lillahi ve inna ileyhi raciun." O şəxsləri, səbr edənləri müjdələ deyir Allah Azze ve Celle birinci, ondan önce gelen ayəsində səbr edən şəxsləri müjdələ deyir ve onlar kimlərdir? O səbr edənlər kimlərdir sualına yine ondan sonra gelen ayədə cavab verir ki, o şəxslərdir ki, onların başına bir müsibət gələndə onlar səbr edirlər və deyirlər ki, şübhəsiz ki, biz hamımız Allah'tan gəlmişik, Allah'a da dönəcəyik. Yəni bu ilk səbirdir. Birinci növ səbir budur. İkinci növ səbir, əzizlərim, dualarda, ibadətlərdə, itaətlərdə səbr etmək, səbirdən duaya davam eləmək, səbirdən ibadətlərə, namazlara davam eləmək, səbirdən oruç tutmaq, hava isti de olsa, soyuq da olsa, çətin de olsa, səbirdən Allah'a qulluq etmək, bu da səbrin bir növüdür. Məsələn, insan səbirdən 80 il yaşayan bir insan səbirdən hər sabah namazına qalxırsa, hər Ramazan orucunu tutursa və itaətlərində, dualarında Allah Azze ve Celle'ye səbirdən yalvarırsa və bu da səbrin bir növü olmuş olur. Üçüncü növ səbir isə, əzizlərim, haramlara qarşı səbirli olmaq, haram işlərə getməmək, haram yollara üz tutmamaq, haram pula, paraya əl uzatmamaq, ümumiyyətlə Allah Azze ve Celle'nin yasakladığı, qadağan etdiyi şeylərdən çəkinmək, səbirdən, buna dözmək, səbirli olmaq, getməmək. Bugün daha çox bu səbir bizə lazımdır. Bugün haram yollar çoxalmış, haram yollar asanlaşdırılmış, əl çatan olmuşdur. Onun üçün də daha çox buna səbr etməmiz vacibdir, əzizlərim. Allah Azze ve Celle bizləri qorusun. Allah Azze ve Celle bizləri bəla müsibətlərdən hifz eləsin, qorusun. Allah Azze ve Celle bizləri hər zaman səbirlə davranan, səbirli olan o səbirli qullarından etsin. Amin. Allah'a emanet olun. İnşallah gələn cümədə görüşərik.